Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilib. Prokurorluğa işə qəbulla bağlı müsabiqə bir qayda olaraq hər il aprel ayının 15-də elan edilməklə sənədlərin qəbulu sentyabr ayının 30-nadək həyata keçirilir. Bugünədək prokurorluğa işə qəbulla bağlı 27 müsabiqə keçirilib və həmin müsabiqələr nəticəsində uğur qazanmış şəxslər hazırda prokurorluğun kadr korpusunun 97%-ni təşkil edir. Prokurorluğa bir qayda olaraq 30 yaşınadək Azərbaycan Respublikası vətəndaşları qəbul edilir. Namizədlər dövlət dilini sərbəst bilməli, ali hüquq təhsilli və seçkilərdə iştirak hüququna malik olmalıdır. Din xadimləri, ikili vətəndaşlığı olan şəxslər, başqa dövlətlər qarşısında öhdəlikləri olanlar və prokurorluq haqqında qanunda nəzərdə tutulmuş digər şəxslər prokurorluğa işə qəbul edilmir. Namizədlər sənədlərini yalnız elektron qaydada təqdim edə bilərlər. Bunun üçün Baş Prokurorluğun rəsmi veb saytında qeydiyyatdan keçib, tələb olunan məlumatları doldurmalıdırlar. Sənədlər elektron qaydada doldurularaq çap edilib imzalanmalı, daha sonra PDF faylı şəklində skan edilərək sistemə yüklənilməlidir. Məlumatlar yalnız bir dəfə təsdiqlənir. Diqqətlə doldurulması vacibdir. Yoxlama zamanı qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər aşkar olunduqda müraciət edən şəxsə rəsmi cavab verilir. Vətənpərvər, dövlətçiliyə sadiq və layiqli gənclərin prokurorluğa işə qəbul olunması daim diqqət mərkəzində saxlanılır və bu proses ədalətli, obyektiv və gərəzsiz həyata keçirilir.